Daxili İşlər Nazirliyində Nazir General-Polkovnik Vilayət Eyvazovun sədrliyi ilə 2026-cı ilin ilk yarısında əməliyyat xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə əsir olunmuş geniş kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan Nazir, daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, asayişin qorunması və xidməti vəzifələrinin icrası sahəsində qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdiyini bildirib. Kollegiyada hesabat dövrü ərzində ölkədəki kriminogen durum barədə ətraflı məlumat verilib. Bildirilib ki, daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlərin böyük əksəriyyətinin açılması təmin edilib. Mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə və kiber cinayətkarlığa qarşı mübarizə qətiyyətlə davam etdirilib. Həmçinin yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və post-münaqişə dövrünün tələblərinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə xidmətin təşkili məsələləri diqqət mərkəzində saxlanılıb. İclasa yekun vuran Nazir Vilayət Eyvazov xidməti fəaliyyətdə qazanılmış müsbət meylləri qeyd etməklə yanaşı bəzi struktur qurumlarda yol verilmiş nöqsanlara da toxunub və onların qısa müddətdə aradan qaldırılmasını tələb edib. Nazir General-Polkovnik vətəndaşların müraciətlərinə xüsusi əsaslıqla yanaşılmasının daxili işlər orqanlarının ən mühüm prioritetlərindən biri olduğunu vurğulayaraq, qanunculuğun qorunması, polisin nüfuzunun yüksəldilməsi və asayişin etibarlı mühafizəsi ilə bağlı şəxsi heyət qarşısında konkret tapşırıqlar qoyub.